Hər vaxtınız xeyir, Footcast TV izləyiciləri, mən Elçin Cəfərov. Bu gündən etibarən hər həftə ən azından bir dəfə və yaxud da çox da ola bilər, Footcast TV efirində müxtəlif layihələrlə qarşınızda olacağam və yeni layihə ilə, deməsən olmur layihəsi ilə ilk buraxılışımızla qarşınızdayıq. Təbii ki, Azərbaycan futbolunda, eyni zamanda Türkiyə futbolunda və dünya futbolunda da aktual hadisələrə münasibət bildirib, şərhlərlə diqqət mərkəzində olmağa çalışacağıq və təbii ki, hər həftə müxtəlif qonaqlarla, ekspertlərlə, dəyərli həmkarlarımla bərabər müzakirələrdə olacağıq və istərdiniz elə ilk olaraq bizim verilişimizin ilk buraxılışının qonaq da demirəm, ev sahibi Rafael salamlayıram. Rafael, xoş gördük səni. Sən də xoş gördük. Çox maraqlıdır. Ümid edirik ki, azarkeşlərin, futbol həvəskarlarının marağına səbəb olacaq layihələrlə gündəmdə qalmağı bacaracaq. Elə biz verilişimizə, məsələlərə, müzakirələrə keçməmişdən öncə istərdim bizim rəsmi tərəfdaşlarımız var, onlar haqqında məlumat verim. İlk olaraq Ceva Sports idman geyimləri istehsalında yüksək keyfiyyət və unikal dizaynları ilə tanınır. Şirkət fərqli zövqələrə uyğun xüsusi dizaynlarla həm həvəskar, həm də peşəkar komandaların ehtiyaclarını qarşılamaqda ön sıralardadır. Cevo Sportsa üstünlük verənlərin Azərbaycanda gündən-günə sayı çoxalmaqdadır. Digər rəsmi tərəfdaşımız isə Qolat Sport Service and Football Agensidir. Şirkət dövlət, özəl fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir. Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stresini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır. Odur ki, rəsmi tərəfdaşlarımıza təşəkkür edərək başlayaq müzakirələrə. İlk olaraq təbii ki, diqqət mərkəzində Qarabağdır. Və Qarabağla bağlı müəyyən hadisələr cərəyan edir klub ətrafında. Əsasən azarkeşlərin diqqət mərkəzində olan məsələ transferlə bağlıdır. Azarkeşlərin yaralı yeridir. Və qış toplanışını komanda başa vurdu. Antalyada 3 qarşılaşma oynadı. Üçündən də qalib ayrıldı. Dünənlərim, yəni ayın 16-sı belə deyək, yanvarın 16-sında 2 qarşılaşma oynadı, hazırlıq görüşü və hər ikisində 3-1 hesabı ilə qalib gəlməyə bacardı. Ümumi Qarabağın Çempionlar Liqasında bilirik ki, Antraxla çox çətin ev maçı var. Yəni bütün diqqətlər bu qarşılaşmaya köklənib. Nə demək olar? Rafael, bu hazırlıq dönəmi, oynanan qarşılaşmalarda, yəni maçları izlədinmi? Belə deyək, icmallarına baxdım, çox da vaxt olmadı oyunlara tam oturub baxmağa. Çünki hazırlıq oyunları çox da ciddi alınacaq bir şey deyil, sadəcə oyunçuların tempə düşməyi üçün lazım olan bir şeydir. Yəni oyunçular belə çox da ciddi almırlar. Qarabağ hazırlıq dönəmin nəticə etibarilə yaxşı keçirib, yəni oyunlarda əldə etdiyi nəticələri, amma yəni üzü Ayntraxta doğru gediriksə, Ayntraxtla oyun üzümüzə gələn həftə. Bəli. Oyun çox çətin olacaq Bakıda. Çünki Qarabağ qələbə qazandığı təqdirdə artıq play-off şansını demək olar ki 99% təmin edir. Bəli. Orada bu il yəqin ki 10 xalla play-offa qalmaq olacaq, düşünürəm ki. Qarabağ sadəcə məsələn Ayntraxtı götürsək, liqada oynayır. Hal-hazırda yəni ciddi rejimdə oynayırlar. Komanda hazır şəkildə gəlir. Düzdür, son 5 oyunun səhv eləmirəmsə 3-ün heç-iki oynayıb, ikisində məğlub olub, qələbə qazanmayıb, ya 4-ün heç-iki eləyib. Ona da baxmaq olar. Yəni Ayntraxtda vəziyyəti yaxşı deyil. Qarabağ ümid edirəm qələbə qazanar, amma Qarabağ Ajaxla oyunları unutmaq olmur. Heç yaddan çıxmır yəni həqiqətən. Unutmuruq, bəli. İndi burada da gəlib öndə keçər, oyunu axırda gətirib gücü çatmaz komandanın, ona görə bilmək olmur da Qarabağ nə edəcək, nə tər edəcək, transfer də eləyə bilmirlər. Buna da toxunacağıq. Əsas məsələ nədir? Mən Qarabağ qış toplanışı ilə bağlı onu qeyd etmək istəyirəm ki, burada mənim diqqətimizi cəlb edən əsas məsələ daha çox fiziki yüklənməyə üstünlük verilməsi idi. Yəni komandanın təbii ki, fiziki gücünün artırılması istiqamətində, yəni məşqlərin ən azından ictimaiyyətə təqdim edilən video çarxlardan, sonra orada klub daxilində əldə etdiyimiz informasiyalardan belə qənaətə gəlmək olar. Amma mən düşünürəm ki, mövsümün ortasında Çempionlar Liqasının liqa mərhələsinin başa çatmağına
2 tur qalmış. Yəni bu fiziki yüklənmənin və s. bunun heç bir yəni faydası belə o Faydası dərəcədə olmaz. olmayacaq. Bəli, olmaz. Amma əsas burada mental hazırlıqdır. Və taktiki, texniki cəhətdən komandanı və mental olaraq maça hazırlamaqdır. Yəni Qurban Qurbanov Eintracht qarşısında nə etməlidir sualını bu dəqiqə hər kəs bir-birinə ünvanlayır və hamı da cavab axtarmaq istəyir, amma məncə burada müxtəlif cavablar var. Cavablar müxtəlifdir, heç sözü balından kəsin. bəli, Burada bizdə ən böyük Qarabağın problemi nə idi? Əvəzləmələrdə. Bəli, Qurban Qurbanov, yəni onun standart artıq, yəni şablon halında o oyunun gedişatından asılı olmayaraq o həmişə eyni əvəzləmələri edir, eyni dəqiqələrdə edir. Yəni istəyir Qarabağ öndə olsun, arxada olsun, oyun bərabərə getsin, dəxli yoxdur. Qurban Qurbanovun əvəzləmə vaxtı gəldisə 60-cı dəqiqədə bu çıxır, 65-də o çıxır, 70-də bu çıxır, 80-də də o biri çıxır. Yəni standart Qurban Qurbanov əvəzləməsi var. Hətta bu mövsümü qoyuram kənara. Keçən mövsüm uğursuz bir mövsüm keçirmişdi. Ondan əvvəlki mövsümlərdə də həmçinin. Yəni Qurban Qurbanov eyni vaxtlarda bəzən oyunçu ümumiyyətlə əvəz eləmir. Yəni siz Qurban Qurbanov ilkin taktikasında çox yaxşıdır. Mən həmişə bunu qeyd etmişəm. Lakin oyun gedişatında rəqib baş məşqçi taktik gedişləri dəyişən zaman, o oyundakı fəlsəfəni dəyişən zaman Qurban Qurbanov heç vaxt alternativ sunmur. Qurban Qurbanov ümumiyyətlə gediş eləyə bilər. Heç nə eləmir də. Yəni yəqin ki, belə başa düşürəm ki, yoxudur. Olsa eləyərdi. Əlbəttə, Yəni bu baş məşqçinin alternativ taktikası yoxdur və düzdür bizə əlindəki oyunçu qrupu da yoxdur ona uyğun. Məsələn, əslində var idi, oyunçu dəyişib, bax belə götürək də 4-2-3-1 oynayır Qurban Qurbanov. Həmişəki kimi standartı var da bu adamın. Müdafiəsi bəllidir. Zədələr olsa orada dəyişikliyə gedir. Yəni sağdan Silvadır, yəni Medinadır, Bəhluldur, solda da Elvindir. Elvindir, bəli. Onların önündə Yankoviçlə Bikalyodur. Yankoviç olmursa Kadi keçirdi. Kadi olmayanda artıq Monteli ora monte eləməyə çalışır. Yəni onların da önündə 10 nömrə Kadi olanda özü Kadi orada olur. Olmazsa ya Zubiri çəkir, ya Monteli çəkir. Onlar da olmazsa əgər geriyə gəliblərsə, ora Andradeni oynatmağa çalışır. İrəli üçlüsü də və hücumçusu da bəllidir. Yəni Qurban müəllim yəni başqa bir şey çıxartmır. Məsələn deyək 4-2-3-1-dən çıxıb belə deyək dayağı yarım müdafiəni 3 Ajaxla oyunda məsələn əsas bizə o lazım idi. Ya mərkəzi 3 ya yarım müdafiə gücləndirməlidir ki, bütün oyun məsələn mərkəzdən Ajax gəlmişdi bizim üstümüzə və mərkəzdən də demək olar ki, bütün qolları vurdu. Sənin sözünə qüvvət. Qarabağın oyun planında əsasən bundan əvvəlki maçlarda rəqibə qarşı qurduğu üstünlüklərdə xəttlərarası məsafəni eyni dərəcədə qorumağı çox böyük rol oynamışdı. Amma Ajaxla maçda təsəvvür eləyin, birinci fazadan üçüncü fazaya keçidlərdə Ajax evlərə şənlik. Yəni mərkəzdə bomboş yəni bir qalmışdı bir gənclik mola da getsinlər, oranı da Proxadnoy da oraydı rusların sözü. Gəlsinlər və rahat bir şəkildə. Yəni o qarşılaşmada mən son illərdir Qarabağı izlədiyimiz, yəni hər birimiz izləyir. Yəni bu qədər mərkəzdə verilən boşluqları, topsuz oyunlardakı mövqe seçimlərində edilən səhvlər, hansı ki adətən biz görmüşük oyunçu dəyişikliklərini çox gözəl vurğuladım. Məsələn, Ajaxın vurduğu ikinci qol idi və səhv eləmirəmsə üçüncü qolda 80-dan sonra oldu. Bəli, əks hücuma çıxırlar, sürətli, mərkəzdən soldan yenidən sağ, sağdan və geridən gələn Addayev və yaxud da digər oyunçu hansı ki onu bloklamalıdır, indi müdafiəyə kömək eləməlidir. O dayandı, baxdı, sanki belə oturub, belə də olmalı taksi gözləyirmiş kimi və yaxud da qatar gözləyirmiş kimi oturub, yəni baxdı. Yəni burada biz orada bəlkə də o buraxılan qoldan sonra müəyyən mental biraz düşüş yaşandı. O oyunçuların oyuna köklənməyində çox gərgin vəziyyətə düşdülər və Qarabağ üçün çox önəmli oyunçudur. Biz hər zaman onu deyirik, mərkəzində oynayan bel kəmiyi, sütunu Yankoviçin də istənilən formada olmamalıdır. Çünki orta mərkəzdə çox top itirildi. Topsuz oyundakı işlər. Mən Yankoviçi orada çox qınamazdım. Bizdə bir çox həmkarlarım deyək, belə də kontent hazırlayanlar deyək, TV-də olsun. Fərqi yoxdur. Bir çox adam Yankoviçin üzərinə düşür orada ki, Yankoviç topları itirdi, pressing altında əzildi. Əzilməlidir. Niyə görə? Çünki baş məşqçi Qarabağa qarşı hazırlaşır və bilir ki, Qarabağın əsas beyni Yankoviçdir. Bəli. Deməli biz nə etməliyik? Yankoviçi sıxmalıyıq ki, Qarabağ müdafiədən çıxa bilməsin. Biz bunun müdafiəsinə bayaq da düzgün qeyd edelim. Xəttlər arasında əlaqəni kəsməliyik. Müdafiə ilə hücum fazasını qırmalıyıq. Çünki burada ikinci xətt, yəni müdafiədə Yankoviçsiz hücum qurulmur. Deməli Yankoviçi biz nəzarətdə saxladıqsa Qarabağ heç nə edə bilməyəcək.
Bəli. Bunun üçün də Alternativ bu oyunçunun üzərinə basmalıyıq. İmkan verməməliyik ki, nəfəs alsın. Onu həmişə top itirməyə məcbur etməliyik. Və bunu Qurbanov oyun başlayan kimi görsəndi ki, ilk səhvləmirəmsə 15 ya 20 dəqiqə ərzində ya 5 ya 6 dənə qapımıza zərbə vurdular. Düzdür, heç biri dəqiq olmadı qapıdan kənara, amma o zərbə artıq gəlirdi də. Yəni qapını hardan görürlər, vururlar, hücum edirlər. Oyunçuların dəqiqlikləri yetmirdi, yəni rəqib komandanın, amma bizim qapımıza gəlirdilər və bu artıq bir siqnal olmalı idi ki, qardaş bunlar gəlirlər. Mən mərkəz boşdur, nəzarətdə saxlaya bilmirəm. Futbolun əsas şahmatla futbol həmişə mən gətirirəm. İkisinin də əsas məqsədi oyunun mərkəzini idarə etməkdir. Sən mərkəzi əldən verdinsə, neyniyəsən, eləyəsən, heç vaxt oyunu da bilmərsən. Elementar nümunə gətirək, hamının bildiyi Real Madridə baxırsınız. Yarım müdafiəsində Kroosla Modric getdi, qardaş, toparlana bilmirlər. Nə olsun, irəlidə dünyanın ən yaxşı oyunçuları var və ya arxada yaxşı oyunçular var. İndividual olaraq oyunçular yaxşıdır, amma beyin olaraq yoxdursa heç bir şey olmur komandada. Və bu nümunəni bir çox klublarda da görmək olar. Və Qarabağın da ən böyük problemi və Qurbanovun da ən böyük problemi onunla ibarətdir ki, biz bunu buradan görürdüksə, və onun köməkçiləri oradan görüb deməliydi ki, qardaş, bu Yankoviçə çox baskı gəlir, pressing olunur. Deməli biz hücumdan bir oyunçunu, lazımsız bir oyunçunu çıxardıb ya bir dayaq yarımdaçı Kouakunu salıb Yankoviçin yükünü azaltmalıyıq ki, Yankoviçin pas opsiyonu, yəni ayağına top alanda artıq pas ata biləcəyi tək Bikalyo yox, Kouaku da olmalıdır onun yanında. Əlbəttə. Yəni bu Bikalyonda məsələn Bikalyonu biz çox bəyəndik. Yəni adətən onun meydanda gördüyü qara işləri, yəni belə deyək də ekranda bir çoxları onu görmür, amma o gizlin işlər görür ki, hansı ki zonaları bağlayır, zamanları və rəqibin hücumları zamanı rəqibi taktiki cəhətdən bu mövqeyə etməli olduğu hücumun istiqaməti məcbur dəyişdirir ki, yəni topu məsələn sola gətirsən, solda elə o zonanı bağlayır, məcbur təzədən sağa oynayırsan. Yəni bu kimi məsələlər çoxdur və bir də mən nəyə vurğulayacağam? Elə Podkast TV-də deməsən olmur verilişində Qarabağın transferi ilə bağlı məlumatı eksklüziv olaraq diqqətinizə çatdırmaq istəyirəm. Diqqətlər flash, bəli, ekrana. Qarabağ 2 oyunçu ilə danışıq aparır. Rəsmi olaraq. Bu oyunculardan biri təbii ki, hücum xəttində yer alan futbolçudur. Amma bu transfer nə vaxt gerçəkləşə bilər? Qarabağ Eintracht səddini aşarsa, 3 xal qazanarsa, növbəti maça daha fərqli motivasiya ilə hazırlanmaq üçün və demək olar sən də çox gözəl vurğuladın, artıq play-offa çıxacaq və play-offda daha yəni hara getmək, indi püş də çox önəmlidir. 16-da 1-ə gedirsən. Bəli, yəni oynamaq üçün, yəni o mərhələdə də mübarizə aparmaq üçün, yəni o transferi eləyəcək. Azarkeşləri buradan səslənirəm, ürəyinizi buz kimi saxlayın, amma hədəf Eintrachtdır. 21 Eintracht səddə aşılmalıdır. Yəni bu transfer olacaq. Ad bilirəm, amma bizə deyilən mənbə, yəni elə mənbədir ki, məndən dəfələrlə xahiş eləyib, amma söz verib ki, növbəti verilişdə açıqlaya bilərsən. Eintrachtla maçdan sonra, bəlkə də Eintrachtla maç günü canlı yayımda olacaq təbii ki. Canlı yayımda o səddə aşarsaq, oyundan sonra mütləq şəkildə bu canlı yayımda məhz o adı sizə açıqlayacağam. Podkast TV izləyiciləri, ekrana yaxın əyləşin, canlı yayımları, verilişlərimizi bəyənin, paylaşın və TV-yə abunə olun ki, verilişlərimiz daha geniş auditoriyaya gedib çata bilsin. Hə, Rafael, Qarabağla bağlı əlavə nəsə deməyə ehtiyac varmı? Yox. 21-ni gözləyirik. 21-ni gözləyirik. Tarix 21 yanvar. Onu da qeyd edək ki, oyundan öncə və oyundan sonra hətta fasilədə də bizdə canlı yayım olacaq. Elçin də burada olacaq, Əli, Ziya, Elçin, mən hamımız burada olacağıq. İzləmədə qalın. Keçək o bir mövzulara, Neftçiyə keçək. Neftçi, Azarkeşlərin yaralı yeri, Neftçi klubu. Hər mövsüm deyilir, bu mövsüm o mövsüm olacaq, bu mövsüm düzələcək, bizimdir, şəhər bizimdir. Masazır. Sabah artıq Neftçiyə söz satır hər oyunda. Yəni, Vernedubun gəlişindən sonra Azarkeşlər arasında ümidlənmə var. Yəni, çünki adam həm karyerası ortadadır, onun məşqçilik fəaliyyəti eyni zamanda əzmi və komandaya verdiyi o
belə deyək, futbolçuların rahat, yəni bu məşqçini də yola verərik kimi bir Hə, şey hə. yoxdur. Yəni bu gün Neftçi Neftçidə o Azərbaycan yoxdur. növbəti fənəridir. Bəli, yəni məşqçini istədikləri vaxt göndərirdilər, Göndərirdilər, istədikləri bəli. vaxt gətirirdilər, nə bilim, Bəli. nə min cür oyunlar dönürdü. Amma Vernudumun təyinatından sonra məncə Neftçinin yeni rəhbərliyi, hansı ki son 3 ildir komandaya təyin olunur, ən atılmış, ən düzgün addımlardan bəlkə də birincisidir elə. Vernudumun, yəni birincisidir. Axır ki oldu. Ki xarab saat deyil. Gündə bir dəfə. O da Gündə düzgün bir göstərdi gündə bir. Yəni odur Gündə ki, 2 dəfə. Gündə 2 dəfədir. Vernidub təlim məşq toplanışında yaxından izlədik, qarşılaşmalarda da. Yəni oyun fəlsəfəsini çox bəyənirəm. Bəli. Yəni Neftçiyə layiq, Neftçi adına layiq oyun fəlsəfəsi var. Razıyam. Liq oyunlarında da yəni, yaxşı oynadı zaten. Bu komandada oynamaq istəyirsənsə, Vernidubun Neftçisində oynamaq istəyirsənsə, bir dəqiqə dayanmamalısan. Davamlı Vertikal hərəkətlər. sürətli futbol, Bəli, pressing, dayanmamalısan. Mövqe topsuz oyunda da yaxşı, toplu oyunda da yaxşı, yəni fərqli formada iştirak eləməsən, Vernidub Neftçinin dərdinə dərmandırmı? Məncə hə. Zaten bizim kanalı izləyənlər bilir. Mən həmişə Vernidub gələndən sonra da demişəm, bizim podkastda da qeyd eləmişəm, sezonun yarısı bitəndən sonra ki, Neftçi bizim liqada 3-cü yerə qalxacaq. Düzdür, 8 xal fərq var arada Zirə ilə, lakin bu Neftçi Vernidubun əgər bütün ideyalarını oyunçular həyata keçirə bilsələr, bu sürətli futbolda, yəni bizim liqada sürətli futbol oynayan Sabahdır. Belə baxanda o bu klubları çıxan zaman, yəni Sabah əgər bu sürətli futbolla, Dambraskasın futbolu ilə bu nəticəni verirsə, eyni futbol sistemində bu futbol bizim liqada işləyən bir. Çünki bizdə əksəriyyəti ağır, xətlər arasında boşluq olan, yəni klublardır, belə sistematik olmayan klublardır, yəni Qarabağ. Məmməd ağa vur qabağa. Hə, qabaqda bir şey yaradarıq. İdeyasız futbol oynayırlar. Bizdə zaten ideyası olan baş məşqçilər nəticə verir. Yəni Kaskilya görsən ki, əlindəki dar kasat heyətlə nəticə verir. İliçin özün görürsən nəticə verir. Turantovuza baxırsan ki, yəni nəticə verir. Yəni eyni şey də Sabahın özü həmçinin və Qarabağda zaten sistem komandasıdır. Zirə də sistem komandasıdır. Qalanlar zaten ancaq özü üçün fırlanır orada aşağıda. Nə oldu. Yəni azmaz sistemi olan bir komandalar bu nəticə verir və mən Vernuduba ona görə güvənirəm ki, və Neftçi azərkeşlərə məncə də ona güvənsinlər. Bu oyun fəlsəfəsi Azərbaycanda iş görən fəlsəfədir və Neftçinin əlində də çox keyfiyyətli oyunçular var. Yəni Samir Abbasova mən 5 həftə vaxt qoymuşdum ki, Neftçidən qovacaqlar onu. Düzdür, biraz uzun çəkdi Abubakar gəldiyinə görə. O əslində avqust ayının bitən kimi Qəbələ ilə maçdan sonra getməli idi. Hansı ki Qəbələ ilə də yox. Abubakar girdi, Qəbələ ilə maçda girdi 2 dəqiqənin içində. Qəbələ ilə maçı deməli. Oyunu xal itirməli idi o maçda. 100%. Birinci hissədə orada Qəbələ mən həmişə demişəm, Qəbələ 2-0, 3-0 öndə ola bilərdi. Dirəkdən qayıdan zərbələr oldu. Oyunçular orada Masumon, yəni bərbad zaylədiyi epizodlar var idi ki, həmin oyunda məsələn Qəbələ eyni şey Samir Abbasov biraz Abubakar xilas elədi, ömrünü uzatdı onun qovulmağın. Neftçidə Vernidub əgər əlindəki bu Varqası olsun, İmad Fəracı olsun, yəni Əbubakarın da biraz sürətdə zəif olduğuna görə o bir çox oyunlarda zaten fikir verdinsə, ikinci hissədə oyuna saldı. Yəni burada biraz emindir, Abubakardır. Və gənc futbolçulara da güvənir. Məsələn Muradı istəyirlər. Rumıniyadan təkliflər var ona. Polşadan da desən maraqlanırlar. Muradı istəyirlər. Murad zaten sürətli, boy balacadır. Onun ağırlıq qüvvəsi Messidə kimi aşağıdadır deyə. Məsələn, oyunçu həddən artıq dar alanda yaxşıdır. Yəni balaca zonalarda, qarışıq hücumda məsələn rəqib sıxılan zaman araya girməkdə yaxşıdır. Bəlkə də onu istifadə edə biləcək belə deyək də zamanı gələndən sonra, amma hal-hazırda İmad Fərrac Varqas ikilisi Neftçi hücum qurmalarında yəni çox gözəl iştirak edirlər. Məncə stoperə də transfer lazımdır. Zaten. Ölüvün Bədəlovla, yəni olmaz. Getməyəcək. Özüm elə getməyəcək. Ribeiro ilə bağlı müəyyən fikirlər səsləndirir. Mən Ribeironun çox bəyənirəm. Əslində Ribeironun bəzi qarşılaşmada uğursuz olmağı məncə onun tandemi ilə bağlı məsələdir. O da ola bilər. Həqiqətən o da düzgün yanaşmadır. Çünki yanındakı oyunçu ona sakitlik vermir. Bəli, sakitlik vermir. Çünki fikirləşsən ki, o həmişə nəsə səhv edəcək, onun əvəzinə sığortalamaq istəyəndə sən özün səhv edirsən və belə bir şey. Çünki güvən vermir deyə desən ki, mən gedim, mən səhv eləsəm də bu məni sığortalayacaq, elə bir şey yoxdur.
Qarabağda məsələn Medina var deyə Bəhlul çox rahat oynayır. Bəli. Medina Yəni- yazıq Medina. Medina Yazıq həqiqətən Medina. Medina yox orada məsələn Elvin olsaydı, Evet. Bəhlulun bütün şeyləri çıxacaqdı Çıxacaqdı ortaya, ortaya, çatışmamazlıqları. Yəni Bəli. eyni şeydə gərək bir-birinin Çatışmazlıqlar hamısı orada gərək olacaq. orada tamamlayalar bir-birinin. Neftçidə əsas belə baxanda problem bir dənə məncə müdafiə mərkəzindədir, başqa yox. Müdafiə Onsuz da sağcında yaxşıdır. Sako, Falay Sako Bəli, çox bəli, yaxşıdır. bəli, solda. Solda Olsa Sekə yaxşı. biraz suallarım var. Çünki niyə görə hücuma qoşulmada çox gecikir. Məsələn, Neftçi əsasən sağla İmad Fərəclə, Falay oynayır, Sako o ilə hücumu istiqaməti vurur. daha Bəli. sonra Vargas da istifadə soldan gəldiyinə görə Sek həmişə gecikir. Yəni hücum fazalarında çox olur ki, sağdan pas atırlar, məsələn, cross eləyirlər, görürsən ki, sol cinah müdafiəçisi olmalı olduğu mövqedə yoxdur. Bəli, bəli. Belə şeylər olur deyə biraz ondan sualım var. Belə əslində Neftçinin hücumu da yaxşıdır. Yəni düzdür, İstanbul biraz katastrofadır. Adam Hücum. Bir də nələr zay edir. yox, dəhşət toplar itirir. İtirməyi elə topları, elə hücumlarda yəni bitirə bilmir ki, adam baxır ki, qardaş, Samir Abbasovu o göndərdi. yadına gəlirdi o həmişə deyirəm Gümüşlü ilə oyunda çökdü Hə, elə biz yerə. atdı ki, Yəni qurban o- olum, vur da, Burada xahiş mən edirəm. neyniyim özüm gəlim vurum. Həqiqətən Yəni orada Samir biraz qınayırıq, amma O- sezon başında da çox Bəli. topları zay edədilər də çox yəni. toplarda. Bir də qapı xətti ilə bağlı mənim Piriç orada hə, çox belə sual mən versə. valla Yaxşı o sualdır. Piriçə o şansı verəcəyimə mən Rızaya Rızaya. verəcəm. Rıza çox perspektivli, keyfiyyətli və reflekslərdə çox yaxşı olan qapıçıdır. Yəni bu cür gənc qapıçıları itirməyək də. Yəni var da bu əldə var da biz üzərinə gedək də bunu. Zaten Tamam, bu doğru. Neftçi bundan əvvəlki periodda yəni hər oyunda xal itirirdi. Yəni Hə, nə Verlidə dəyişiklik görürsən? Yəni heç nə də. Yəni oynat da Rızanı. Bəlkə Bəli, bəli. elə toplar var idi ki, yəni deməli idi ki, qapıçı bunu dəf eləməli idi. Amma Rıza olsa bəlkə Piriçin onda bir epizodu var idi, buraxdı elementar hansı oyunu Sumqaytla oyundaydı da deyəsən ya. Sumqayıt idi yəni. Deyəsən oyun yadımdan Elə oyunu çıxıb çox amma olub onun. çox belə elementar Topa səhvlər var ki. çıxışları, uzaqdan endirilən zərbələrdə Zərbələrdə- görürsən ki, öz qoruduğu Sonra üçüncüdən Karvanla qol oyun oldu buraxmağı. ki, desənə Karvanla oyun dedi. Karvanla oyun oldu ki, məsələn, Karvan qapısı Kamrandır da, səhvin Bəli, Neftçinin bəli, keçmiş bəli, bəli, yetirməsidir. Nələr çıxartdı Neftçiyə Bəli, bəli, qarşı. nələr, nələr. Yəni belə baxsan ki, var da, yəni Piriçdən nəyə geri qalır ki bu uşaqların da? Yəni sadəcə adı odur ki, bu Piriçli Türkiyədə oynayıb. Bəli. Biraz o da Pasportu. o sual Pasportu da gedir belə pasportdur hə. deyəsən ki, idarə Nədir? heyətinə ki, mən Rızaya mən yəni Rıza da Verliduba axırı getdi də, yəni. bəli məncə də gedir artıq. Yəni Qəbələ ilə Qəbələ ilə, danışıqlar bəli. aparırdı və Avropadan da müəyyən təkliflər var. Yayda var idi, yəni İndi də var. İndi amma Rumıniyadan gəlmişdi. təlim məşq toplanışında o hiss elədim ki, yəni sanki Neftçini artıq bitirib. Hə, çünki Yəni Qəbələnin çünki- adı çox səslənir. Maçlarda da çox ehtiyatlı oturdu, çox yəni bu yoldaşlıq görüşlərində. Yəni kənardan hiss olunurdu ki, yəni bu Özün Abu qoruyur Dhabiyə ki, mən qoruyur, gedəcəm. Hazır gəlib, yəni məşq üçün gəlib ki, hazır getsin yeni Sən- klubuna. Yəni hər bir halda Neftçi, güclü Neftçi çempionata maraq qatar. 100%. Yəni Düşün ki, 3 təsəvvür dənə klub. Sabah, Neftçi, Qarabağ, yəni Qırğına bu bax da mövsümün sonuna qədər xal Çünki- fərqi də, yəni belə kifayət qədər az Heyət olmağı. baxımından başqa bir komanda yoxdur bunlara əslində başa-baş gedə biləcəyi. Yəni Bəli. ona görə bu üçü əgər forumda olsa liqamızda baxımlı olar və bu Qarabağın özünə də çox böyük kömək olar ki, yəni Qarabağ Avropa daha hazır gedər. Bəli, bəli. Çünki çox rəqabət var deyə var. oyunçular daha yüksək konsentrasiyada oyunlara çıxırlar. Yəni bilirlər ki, ha bizə asan deyil. Biz ikinci Qarabağ necə öyrəşmiş ya? İkinci heyətlə çıxır liqanı qazanır. Bəli, bir ayaqla deyirdim mən. Bir ayaqla oynayırdı. Yəni Sadə dildə desək. artıq bu mövsüm məcburdur. Məcburdur iki ayaqla. İki ayaq bir də başla oynasın. Yoxsa Sabah çempion olacaq. Əgər belə hazır Neftçi də gəlsə üçüncü ayaqda lazımdır. 100%. Mən ona görə dedim də baş iki ayaq Bəli. lazımdır. Elə ona toxunmuşkən elə keçək Sabaha. Sabahın liderliyi. Bəli. Sənin üçün sürprizdir yoxsa Yox, bizi izləyənlər bilir ki, mən avqust ayında liqa başlamamış demişəm Sabah ki, dedi. Sabah çempion olacaq bizdə. Aha. Yəni hətta bu Hətta dərəcədə Əli ilə Ziya mənə Əli ilə. gülürdülər ki, o həyatı ola bilməz Qarabağ. Yəni mən onu demişəm və bizi izləyənlər də bilir. Çünki hətta transfer sezonu bitən kimi dedim ki, Sabahın ən böyük transferi onların baş məşqçisi Valdasdan Braskasdır. Adam yəni taktiki cəhətdən çox güclüdür. Və adamın qurduğu heyəti də görürük. heyəti bir kənara qoysan, belə baxanda çox da böyük transferlər eləmədi. Simic məsələn. Hə, onu Simici yaxşı faydalandı. Simici gətirdi, sonra müdafiə mərkəzində
oyunçunun adı yadımdan çıxdı. Eee, Aa, Ser- yox, Fransa. Solvet. Solvetdə. Solvetin adı yadımdan çıxdı. Solveti gətirdi. Yəni belə baxırsan ki, elədiyi Solvet. transferlərdə, yəni nöqtə transferlər oldu. Amma Maluda əsas da yaxşı Maludan özü yəni düzə sonradan Uyğunlaşdı. gətirdilər, amma Uyğunlaşdı. çox qəşəng uyğunlaşdı. Adaptasiya yaxşı keçdi. Sürətli futboluna yəni çox yaxşı uyğunlaşdı. Yəni gətirdiyi oyunçular da tam onun istədiyi və avtomatik olaraq ikinci heyət üçün yox, əsas heyət üçün gətirib. Yəni Qarabağdakı kimi Allah hə 1 il qalsın, gələn mövsüm bizə lazım olar. Bəli, o Strategiyası deyil. onlarda O yoxdur. deyil. Onlarda sırf aldıq bizə. Oynatma. Hazır Bizim oyunçu olmalı. bizim problemimiz haradır məsələn? Hücumun sol Sol canavarı. winger məsələn. Deməli sol winger bizə onu axtarıq Lazımdır. tapırıq. 10 nömrə lazımdır, axtarıq tapırıq. Müdafiə mərkəzini axtarıq tapdıq. Bizə bu. Ondan əlavə deməkdən də yorulmayacağam. Dambrauskas Azərbaycan liqasını izləyənlər bilir ki, Dambrauskas hər kluba qarşı ayrı taktikayla hazırlaşır. Bəli, bax çox önəmlidir. Bax bu çox önəmli detaldır. Bunu məndən bir sıra mətbu orqanda da, yəni müsahibə üçün zəng edib açıqlamalarında da mən bunu demişəm. Elə Sırağa gündə bir televiziya kanalı müsahibə alırdı məndən, açıqlama dedim. Sabahın Dambrauskasın ən böyük üstünlüyü Qarabağ nə oynayırsa digər komandaya onu oynamır. Bəli. Hər komanda üçün fərqli taktika, anlayış seçir, oyun planı seçir. Məsələn Qarabağı çox düzgün analiz eləmişdi. Tamam. Qarabağı topla oynamağa imkan vermədi. Qarabağ o edilən mərkəzə baskı ilə və meydançanın hətta Qarabağ Aydın hissəsində qurduğu o baskı ilə qazanılan toplar var ki, sürətli Bəli. cinahlara Orada yaymağı Simic çox nəyi vura Simic bilmədi. nəyi vura bilmədi. Hələ onun amma ötürməsi ilə hər şeyi O heç bağladı bastır elədi. söhbəti. Yəni bağladı söhbəti. Yəni Sabah yəni lazımdır. Sabah illərdir çünki çox ciddi yatırımlar edilir. Yatırımlar. Yəni və klubun da dayaqları çox güclüdür. Yəni tək komanda, birinci komanda yox, uşaqlar da çox. Uşaq akademiya var. Akademiyası ən güclüdür hal-hazırda. Yəni bütün rayonları araşdırırlar, harda istedadlı uşaqlar var, gətirirlər. Yəni görünən odur ki, yeganə düzgün planlaşdırılan biz Qarabağa həmişə nümunə gətirirdik, amma Sabah da hal-hazırdakı tendensiya əgər ümumi baxsaq, ən yaxşı klub kimi idarə olunan Avropa klubu kimi, yəni mən Hollandiya, Portuqaliya klubları kimi, Portuqaliya deməzdim, Hollandiya və Belçika klubları kimi götürsək, burada yəni Niderland daha doğrusu ölkənin adı Niderlandda. Niderlandla Belçika klubları kimi götürsək bu Sabah idarə olunur. Uşaq alt yaşlardan başa kimi hamısı sistematik idarə olunur. İndi Qarabağda bilirik ki, biraz uşaqlarda biraz problem var da. Yəni bu tam otursura bilmirlər. Həm bazaları yoxdur. Yəni bu problemlər çəkir. İndi o gedəcəklər Ağdama, yəqin ki, orada qurular hamısı. Stadion da tikilir bildiyiniz kimi 60 milyona. Yəni stadion tikəcəklər, çox yaxşı. Yəqin ki, məşq bazaları da hamısı ora keçəcək də 100%. Çempionlar Liqası indi. Ağdamı çox gözəl tikəcəklər də, yəni. Bəli, o stadion və yəni Sabah o cəhətdən məncə Qarabağı yəni taxtından eləyə biləcək hal-hazırda klub odur. Yəni bu hətta məsələn bu mövsüm deyək ki, Qarabağ sonda gətirdi, çempion oldu. Məsələn apardı sonda, son 3 turda Sabah təzyiqə dözə bilmədi. Necə ki, məsələn Arsenal City-dən 8 xal öndə idi. 8 tur qalmış başladı bocalamağa. Yəni çünki o stresi qaldırmaq söhbəti. İndi biz danışırıq burada rahat. Bəli. Yəni Qarabağdan 8 xalda öndə ola bilər, sona 8 tur qalmış. Amma o stresi, o təzyiqi, hamı çempionluq gözə, biz qabaqdayıq, ha. Tap bir dəqiqə səhv elədin, səhvdə arda-arda gəldiyinə görə itirə bilərlər. Təcrübəsizliyinin qurbanı ola bilər Sabah. Amma və lakin bu sistemlə davam eləsə, Dambrauskasla davam eləsə, gələn mövsüm bunlar rahat şəkildə deyirəm ki, mən 55-60% bunlar çempiondur. Bir də Avrokuboklarda qrup mərhələsinə düşmək adına Azərbaycan çempionu olmaq çox önəmlidir. Bəli. Yəni orada bilirsən ki, məğlub oldun, oradan da düşürsən. Qarabağ necə konfransa düşürdü? Burada uduzu düşdü, orada da uduzu getdi, orada axır birbaşa. Yəni burada da ən azı Çempionlar Liqasında da yəni püşkatma elədi ki, yəni elə bir rəqiblə düşürsən, o ən azı bir mərhələni keçəndən sonra artıq aşağıdakında bir mərhələ də qabaqdan başlayırsan. Yəni bu çox önəmli detaldır. Məncə Sabah həqiqətən liderliyi bugünkü dövrə qədər layiqdir. Ən az qol buraxan komanda. Bəli. Və kompakt futbol oynayır. Bu çox önəmlidir.
Yəni bir dənə məğlubiyyəti var, o da İmişlidən almışdılar Kaskilyadan. bəli. O da ona görə ki, orada mən həmişə demişəm, deyəcəm, onlar özləri rəqiblərin ciddiyə almadıqlarına görə, oyunçuları Məncə. konsentrasiya problemi olduğundan, çünki çıxmışlar ki, İmişli necəsə gəlib məğlub edəcək. İmişlidir də. İmişlidir də. Amma Əli elə də olmadı. demişdi ki, İmişli şeydən düşəcək sezonun ortasında. Amma bir çoxumuz deyirdi. Hətta mən Ümişli ilə bağlı məşhur bir açıqlamam var idi. Yəni sonra klub tərəfindən, rəhbərləri tərəfindən də mənə biraz o belə arada Söhbət gəlir. söz atırlar belə. Demişdim, yəni adı həqiqətən də Kastilyanın, yəni Google-da axtarırdıq, tapanmırdı. Adını Google-da tapanmırdı. Yəni təsəvvür elə, yəni nə düşünək? Yəni indi belə deyək də bu da bir yəni alındı da, bir lotereya idi, tutuzuldu. Amma deməli Amma transferləri yaxşıdır. Yaxşı Bu araşdırılır. arada onu deyim. Bizim rəsmi tərəfdaşımız olan Qolat Futbol Agentliyinin orada 2 futbolçusu var. Banguera, sol cinah müdafiəçi və o da çox yaxşı Yaxşı təklif. oyuncu Bir də Banguera. Diego Almeida. Almeida üçün Almeida istəyirlər Azərbaycan Bəli, olduğu klublara. Bəli, Almeida göz bəli, qoyurlar. göz qoyublar. Yəni Hətta Turantovuzla adı səslənir ki, Turantovuz onu transferləmək istəyir. Çünki Souzanı satdılar səhv eləmirəmsə 350 minə. aha. İndi oyunçu almaq istəyirlər, Bəli, bəli. hücumçu almaq istəyirlər. Amma mən sizə deyim ki, yəni bu onu bir daha göstərir ki, orada skautinq eləyənlər bizim yerli uşaqlardır, Azərbaycanlı uşaqlar. Bəli, Bizim yaxşı əziz araşdırma klub aparırlar. rəhbərləri, aziz Azərbaycan futbolunu düşünən, Azərbaycan futbolunun beyinləri deyək, nəyi deyək? Bizim gənc Yerli skautlara, xalqlara. bəli, gənc skautlara da inanın, güvənin. Bəli, yerli, Çünki bu yerli. gün həqiqətən, yəni çox ciddi şəkildə araşdırma aparan, müxtəlif çempionatları izləyən çox önəmli agentlərimiz var, skautlarımız var. Yəni onlara İmişli nümunəsi ortadadır. Yəni başqa şərhə ehtiyac yoxdur. Və gələk necə gəldi idarə olunan bir klubumuz var. Araz Naxçıvan. Araz Naxçıvan. Necə gəldi Başı idarə bəlalı olunur? Araz. Bəli. Yəni Nə olacaq Dimçek. bunlarla? qardaş, hardan gəldi bu? Niyə Niyə gəldi? gəldi? Səbəb nədir? Bu Avropada hansısa bir klubu harasa bir daşıyıbmı ki, gəldi bu birdən-birə? Yəni niyə gəlməlidir? də? Yəni Elmar Baxşıyevdən başa düşdük, yola getmədiniz, alınmadı. Orada müəyyən futbol qruplaşmalar oldu, futbolçuların müəyyən bəhanələri oldu, nələr oldu? Onları da kimlər belə deyək, türklər demişkən qaza gətirdilər dırnaq içərisində. Onu da yaxşı bilirik. Amma yəni niyə bu gəldi də? Yəni Azərbaycanda məşqçimi yoxdur. Tərlan Əhmədov qalıb orada. Mahmud Qurbanov qalıb burada. Digər tərəfə baxırsan, yəni o qədər məşqçilərimiz var ki, Yox, lap cavan baş məşqçilərə Baş şans cavan, ver. bəli, şans Bəlkə ver. daha yaxşı göstərəcək. Bəli, bəli, Yəni, nə bəli. bilirsən, zaten yeni nəslin ideyası köhnədən daha yaxşı olur həmişə. Çünki köhnənin öz şablonları olur, o şablondan çıxmaq biraz çox çətin olur amma. Yəni qabıq dəyişmək daha lazımdır. Görürsən ki, dünya dəyişir, futbol dəyişir. Hətta dəyişməyənlər ortadan qalxır. Yəni bu həmişə deyirəm, dəyişməyən baş məşqçilərə baxın dünya futbolunda günümüzdə görürsən ki, hamısı gözdən düşür. Dəyişən və yeni nəsil önə gəlir. Əlbəttə. Yəni ona görə yoxlamamış deyə bilmərik. Məsələn, bir cavan baş məşqçilərə inanmıram ki, Azərbaycanda belə deyək də olmasın elə bir insan ki, cavan yeni baş məşqçi aşağılarda, yəni bu istedadı bir uşaq yoxdur ki. Bax, Şafaq klubu Bəli. 1-ci liqada. Bəli. Azərbaycanda da çalışdı. Bəli. Görsən necə oynayırlar. Yəni Gələcəkdə düzdür, oyunçu onsuz. keyfiyyətində olmasa, amma görürsən ki, bir şablon var da, Bəli. oyun şablonu var da. Yəni bu İdeyası məşqçi var başqa. İdeyası var. Bunu bu oyunçu qrupu ilə həyata keçirməyə cəhd göstərir və uğurlu da alınır. Yəni niyə yəni Dimçenkoda bax Əziz Araz Naxçıvan klubu rəhbərliyi və Nə var futbolu onda? idarə edən. Bax Dimçenkoda nəyi gördünüz onu gətirdiniz? İnandırım sizi ki, onun siz bəlkə də onun 30%-ni bilmirsiniz ki, onun qabında nə var. Ay yox, elə olmur. Azərbaycanda bilirsən necə olur? Məsələn, bizə baş məşqçi lazımdır. Agentlər gəlir ki, mənim əlimdə falan şey var. O üçün o faizini elədir. qazanacaq, komissiyasını o- qazanacaq. Hə yaxşı, kimdir ki, bax budur. Hə vəsə bu qədər maaş. Hə yaxşı, çağır gəlsin. İş orasında ki, hal-hazırda Araz Naxçıvanı Və problemlər çoxdur. problemləri çoxdur və Araz Naxçıvan elə o dediyin futbol idarə edən elə özən böyük agentdir. Futbol agenti. Salam aleykum. Yəni özü bu bacarığına da, istedadına da yəni çox Zaten inandığımız futbolda biridir. ən çox Amma pul onlar agentlər qazanır. Niyə də bax, niyə bax Dimçenkoda nə görmüsüz qardaş? Bunu bir çıxın izah eləyin. Düzdür, Bizə çempionat başlasın, indi görəcəyik. Vallah heç nə görməyəcəyik. Özdə söhbət xəbərin var idi da, sən necə olmuşdu? Deməli, liqanın qış fasiləsinə Dimçenko liqa fasiləsinə 3 tur qalmış artıq. Noyabrın axırları idi. Söhbət
çıxdı ki, Elmar Baxşıyev gedir. Artıq tikiblər. Qışda bunun torbası tikilib, son belə deyək də sapları vurulur, artıq düyünləyəcəklər. Çünki niyə görə indi qış fasiləsinə gedən kimi yenə təzə baş məşqçi gələcək. Adam düşün, bir baş məşqçisən və düşünürsən ki, artıq səni qışda göndərirlər də yəni. Yəni ondan sonra komanda necə çıxış eləyə bilər, psixoloji eləyər. 100% hörmətsizlik kimi qəbul edir. Çünki sənin arxandan iş görürlər, artıq sənin yerə. Gəl mənə deyinə ki, qardaş, səndən xoşumuz gəlmir. Belə baxırsan ki, Araz nəticə verir axı Elmar Baxşıyev. Nə istəyirsən, Bəli, ötən mövsüm futbolun bəyənmirsən, o ayrı bir şey. Qurban Berdiyevin də futbolunu heç kim bəyənmir. İçmən qarşı. Amma mən o adamı Rubin Kazandan bilirəm ki, bu adam belə futbol oynayır. Bəli, indiyə qədər belə oynayır. Hətta nəticə də verir də qardaş. Heç kimin vecinə deyil. İndi baxırsan ki, Turan Qəbələ'nin oyunu vardı ehtiyatda. Oyun utsa 3-cü yerdədir. Bəli. Bir müddət liqada lider idi, çempionluq üçün gedirdi. Yəni Elmar Baxşıyev də 6-cı yerdədir də səhv eləmirəmsə hal-hazırda Araz. Yəni nəyə pisdir ki? Oynasın da. O sezonu bitirsin. Mən dünyada ən nifrət etdiyim şey sezonun ortasında baş məşqçi göndərməkdir. Neftçi istisna, çünki mən Neftçidə sezon başlamamış deyirdim ki, Samir Abbasov getməlidir. Çünki bu baş məşqçinin heç bir ideyası yox idi. Hətta mən ötən mövsüm də demişdim. Hətta bir verişdə birində kubok vermişdim ona ki, yəni uğursuz baş məşqçi. Yəni kuboku ala bilməsən ölkə kubokunu. Kubokun burdadır. Yəni bizdə də var burada hardasa kubok. Yəni o kuboku biz də hazır eləyək. Böyük ehtimalla hansı yeni məşqçi yola salınanda kuboku dəvət eləyərik, ona təqdim eləyərik. Yəni hər bir halda nə bilim, yəni bu Dimchenkolarda nələr görmüşük. Bizdə özümüzü heç vaxt bəyənmirik axı biz Azərbaycanlılar. Bəli. Bir şey Azərbaycanlı edirsə, yox, xarici ondan 1000 dəfə yaxşı eləyəcək. Bir çox şirkətlər də bir çox şirkətlər də elə idarə olunur. Azərbaycanlı məsələn müdir gətirib qoymurlar, ilə xaricdən 3 qat artıq pul verib gətirirlər ki, o xarici çox bilir. Və daha çox da səni işlədirlər. Daha çox da Azərbaycanlı işləyir. Xarici də gəlir yaman günə qoyur, çıxır gedir. Çıxır gedir, sonra toparlaya bilmirsən. Yəni bu Azərbaycanın reallığıdır, acı da olsa, yəni baxırsan ki, nə bilim yəni. Mən çox şey danışmaq olar, amma hər halda çempionatda gələn həftə fasilə bitir və fasilə bitəndən sonra da artıq maraqlı oyunlardan sonra transferlər də yoxdur. Transferlər də yoxdur ki, nələrisə üzərindən müəyyən dəyərləndirir. Biz məncə bu müddət ərzində nə lazım idisə ona da konkret toxunduq. Tamaşaçılarımız da belə çox yormaq istəmirik. İnşallah Qarabağın Çempionlar Liqasının oyundan öncə maçda, yəni oyundan əvvəl, sonra yəni efirlərlə bizim həmkarlarımızla bərabər burada olacağıq. Və əziz dostlar, Footcast TV-nin yeni layihəsi deməsən olmur verilişini, ilk buraxılışını təqdim elədik. Təşəkkür edirəm sənə. Çox sağ ol. Ümid edirəm ki, qarşıdakı verilişlərdə də tez-tez belə müzakirələr aparacağıq. Əziz dostlar, sonda yenə də rəsmi tərəfdaşlarımıza təşəkkür etmək istərdim. Ceva Sports idman geyimləri istehsalında yüksək keyfiyyət və unikal dizaynları ilə tanınır. Şirkət fərdi zövqlərə uyğun xüsusi dizaynlarla həm həvəskar, həm də peşəkar komandaların ehtiyaclarını qarşılamaqda ön sıralardadır. Digər rəsmi tərəfdaşımız isə Qolat Sport Service and Football Agency şirkətidir. Şirkət dövlət özəl fərdlər arasında digər və müxtəlif idman yarışlarını ümumiyyətlə keçirən bir brenddir. Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stresini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır. Hər birinizə təşəkkür edir. Yeni verilişdə görüşmək ümidi ilə, buraxılışda görüşmək ümidi ilə hələlik deyirik. Sağ olun və salamat qalın.